əsrin əvvəllərinə qədər Astara bölgəsində uşaqlar əsasən mədrəsədə təhsil alırdı. Lakin 1912-ci ildə bölgənin tanınmış xeyriyyəçisi Hacı Osman savadlı gələcəyin təməlini qoymaq üçün mühüm addım atır. O keçmiş Butəsər, indiki Penser kəndində dünyəvi məktəb inşa etdirmək qərarına gəlir. Məlumata görə Hacı Osman bu təşəbbüslə bağlı dövrün məşhur mesenatı Hacı Zeynalabdin Tağıyevlə də məsləhətləşib. Daha sonra Çar Rusiyası hökumətinə müraciət olunub və məktəbin tikintisinə rəsmi icazə alınıb. Həmən gördüyünüz bu məktəbin yeri, bu torpaq sahəsi həmən dövrdə Penser kəndinin xeyirxah bir qadını Məşədi Kürsüm adında bir qadın olmuşdur. Hacı Osman həmən qadına yaxınlaşır ki, bura mərkəzdir, yaxşı olar ki, mən burada məktəb tikdirim. Belə. Məşədi Kürsüm də öz xeyirxahlığını göstərir və vəqf edir ki, bu torpaq sahəsini ki, burada məktəb tikilsin. Hacı Osman da öz atası Hacı Teymurun həyətində, yəni öz həyətlərində babasının kərpiç kürəsindən bu niyyət ilə kərpiç kəsdirir. Beləliklə qısa müddətdə Penser kəndində 4 otaqdan ibarət yeni təhsil ocağı fəaliyyətə başlayır. Məktəb Rus-Tatar məktəbi adı ilə tanınır və qısa zamanda bölgədə maarifçiliyin əsas mərkəzlərindən birinə çevrilir. Əvvəlcə məktəbdə yalnız oğlanlar oxusa da, sonradan qızların da təhsilə cəlb olunması ilə bu ocaq bölgədə yeni bir dövrün başlanğıcına çevrilib. Mənbələrdə istinadən yəni çox az məlumat var, amma bunun ilk məzunlarından biri Zülfüqar Əhmədzadə ki, hazırda məktəb onun adını daşıyır. Yəni o Zülfüqar Əhmədzadə burada təhsil alıb, sonralar yəni təhsilini davam etdirmiş. Bu rayonda Qəza İcraya Komitəsinin sədri, Lənkəran Pedaqoji Məktəbinin direktoru, azsaylı xalqlar üzrə deməli komissarlığın şöbə müdiri olub, Laçın rayonunda, Qubadlıda işləyib və eyni zamanda klassiklərin, hətta dünya və xarici ədəbiyyatlardan da Talış dilinə, Azərbaycan dilinə tərcümələr edib. 1918-ci ildə məktəb Bolşevik daşnaq qüvvələrinin hücumuna da məruz qalıb. 1918-ci ildə məktəbin ərazisi Bolşeviklərə qarşı mübarizə aparan Qafqaz İslam ordusunun əsas qərargahlarından biri olduğu üçün Bolşeviklər tərəfindən məktəbin tavanı yandırılır və buna görə də məktəbdə tədris prosesi bir neçə illiyə dayandırılır. Lakin ölkə ərazisində Sovet hökuməti qurulduqdan sonra yenidən məktəbdə tədris prosesinə start verilir. İllər keçdikcə məktəbin binasına əlavə otaqlar tikilib, sinif otaqları genişləndirilib. Bir əsrdən artıq müddətdə burada yüzlərlə ziyalı, müəllim, həkim və müxtəlif peşə sahibləri yetişib. 2009-cu ildə məktəbin yanında yeni bina istifadəyə verilib. Tarixi bina isə qorunaraq bugün də yerli əhəmiyyətli memarlıq abidəsi kimi yaşadılır.